ki, qardaşım matematikası pis idi. Məktəbdən həmişə qaçırdı, 5 nömrəli məktəbdə oxuyurduq da. Bir dənə də Sterva müəllimə var idi, rus yazışı. Təmin edir, nədir? Rəhmətə gedib o da. Allah ona heç rəhmət eləməsin, estağfurullah. Neysə, onun taxtı ilə döymək vaxtları var idi mənim əlimi. Əlimin üstündə izi qalmayıb, amma ürəyimdə qalıb. Ona haqqımı halal eləmirəm. Neysə, 5 nömrəli məktəbdə, mikrorayonda da, 4-cü mikrorayonda. Neysə, oturmuşduq. Papa dedi ki, bəs Əbilfəz, sənə dedi bir dənə zontik verəcəyəm, bir dənə də xaladelnik, içinə də turbuş sokları dolduracağım. Birini sat, 100'ünü içdə, yəni o barədə. Yəni matematikanın özünün üçün öyle keyfə. Çünki o qardaşım çox ziyana və kar idi da. Uşaqlıqda götürürdü atamın dönərxanasına, pişikləri götürürdü, salırdı marazinlikdə, bir də görün pişik belə çıxıb. Yəni o qədər ziyan və kar idi da. Neysə, nənəşmə elə baxırsan. Neysə, sözdən söz yapmadım. Az bax belə gülmək tutun məni. Getirdi qoydu xaladenik. Nənəm də rəhmətli, anamın nənəsi də mənim ulu nənəm. Qoyub almaqam da belə əlini. Deyir, adə Əbilfəz, bəsdir də iştinaya uğraş deyir. Aton deyib sənə bunu matematika öyrənəsən, satasan. Əbilfəz də deyir ki, ay nənə, biz adı nədir? Papa dedi ki, birini sat, istəyirsən 100'ünü iç. Neysə, oradan neydi ayalla arvadın adı? Qonşumuz var idi yuxarıda. Ayda arvadın adı yadımdan çıxdı. Neysə, arvadı yadımdan çıxdı. Gəldi, oğlu ilə gəlib keçirdi qabağından. Oradan deyər ki, arvad ona bir dənə mənə ver də, turbuçunu sok ver. O da yaşlı arvad idi. Almaqam da durub belə pəncərədən. Deyər ki, Əbilfəz, nənə, ay nənə. 100 şirvan nə qədədir? O da deyər ki, o da oğray. Hemen o ben dediğim tema. Ay Allah çırıldım. Nenem. Oradan da deyər ki, o nenenin oğlu da, o da orta yaşlı oğlan deyərdi. Ay nene ayıp diye, bu ne sözlerdi sen deyirsən axı. Ayda çırılmışdım gülməkdə bunu mənə danışanda. Tuttuğun temanı. Deyir nene, ay nene, 100 şirvan nə qədədir? İndi 100'ü başa düşün də. Başa düşdünüz? Yoxsa tutmadınız temanı? Temanı tutmadın. Yerə sığmadınız baba. Tutmadın. Yazıb qovurma paylaşdım. Qovurma teması da həmən. Ay, onu paylaşıblar Ece. Nədir? Ay sağ ol, hə, nənəm deyər. Orada da oğlanalar, orta yaşlı oğlan deyər, ay nənə, amma deyirdi də. Ayıb deyir, bu nədir deyirsən sən? O da belə, ay uğraşdır, qaç yuxarı deyirdi sənə. Söyüşkən idi, pis söyüşkən idi nənə. Bir dənə o karabkan ver də mənə.